Görürsən, bəzən hətta alimi məhrum edir elmindən, məhrum edir tamah, taciri malından, onu halaldan uzaqlaşdırıb harama sürükləməklə, tamah məhrum edir işçini vəzifəsindən, işindən. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm sığınıb Allah Teala'ya tamahdan. Allahümme inni əuzu bikə min qalbin la yaxşı. Allah'ım sənə sığınıram qorxmayan qəlbdən. Və min duain la yusma' və eşidilməyən duadan. Və min nəfsin la təşbə və doymayan nəfsdən. Və min ilmin la yənfə və fayda verməyən elmdən. Sonra deyir ki, və əuzu bikə min həuləyilə arbə. Bu dördündən sənə sığınıram. Və nəfsin doymamağı həlakdır. Və soruşma necə həlak. Tamah hansı ki dünyaya görədir, dünya üçündür. Peyğəmbərdə, səhabələrdə görməzdin onu. Ömər Xattab radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm mənə verirdi nəsə. Və deyirdi ki, götür. Və deyirdim ki, a'tihi əfqara ileyhi minni. Bunu məndən daha kasıb olana ver. Hətta bir dəfə dedi ki, götür bunu. Dedim ki, bunu məndən daha kasıb olana ver. Dedi ki, götür. Əgər o sənə, sən həris olmadan, onu tələb etmədən gəlibsə, götür. Əgər əksidsə, nəfsini onun dalınca sürükləmə. Onun dalınca düşmə. Lakin necə deyərlər, tamah cəm olanı, yığılanı dağıdır, məhv edir. Deyir ki, sallallahu aleyhi və səlləm, əgər Adəm övladının malı olsaydı, yer qədər, torpaq dolu, yəni dünya qədər, sevərdi ki, bir o qədəri də olsun yenə. Sonra deyir ki, Adəm övladının gözünü ancaq torpaq doldurar. Və Allah Teala kim tövbə edir, onun tövbəsini qəbul edər. Ona görə bax, Peyğəmbər sallallahu aleyhi və səlləm necə vəsf edib insanın təbiətini, hansı ki qəlbi qani olmadığı üçün, qəlbində iman olmadığı üçün və ya zəif olduğu üçün necə qəlbi fəsad olub, dünyadan doymur heç vaxt. Çalışır, səy göstərir ki, cəm etsin, ömrünü sərf edir ki, daha çoxa çatsın, hətta gözünü, qarnını torpaq doldurana qədər.